şey qaydasındadır. Getdik gəzməyə. İndi isə gəlin görək bu gün Albaniyanın Tirana şəhərində bizi nə gözləyir. Neyinirik? İlk getdiyimiz ünvan Tirana şəhərinin ürəyi Skanderberg meydanıdır. Bu meydan şəhərin mədəni və ictimai həyatının mərkəzi nöqtəsidir. Hər addımda tarix və incəsənət. Gəzirik, gülürük, söhbət eləyirik, amma səhər erkəndir və bir şey çatışmır. Əlbəttə ki, səhər yeməyi, isti səhər günəşi, dadlı yemək və hər şey mükəmməl. Bu arada Tirana küçə sənətçiləri ilə də zəngindir. Musiqi burada hər yerdədir, şəhərin öz ritmi var. Gözəl küçələr, rəngarəng binalar və hər yerdə hiss olunan yaradıcı enerji. Nəzərə çarpan odur ki, şəhərin memarları çox seçmə və kreativ beyinlərdir. Və indi ən maraqlı hissəyə keçirik. Bunkart muzeyi. Soyuq 41-45 müharibəsi dövründən qalan bu yerin içində nə var? Tarixin qaranlıq səhifələri, gizli sığınacaqlar, bütün bunların ardı növbəti videoda. Görüşərik.